61-ci sual ədədlərdən hansı irrasionaldır? Kök 18 bölünsün kök 2. Bunları bir kökə salsaq 18 bölü 2 bərabərdir. Kök 9 oradan çıxar 3. Bu ədəd rasional ədəddir. Kök 2 vurulsun kök 8. Dərəcələr eyni olduğuna görə bir kökün altına salaq. Kök 16 oradan da çıxır 4. Daha sonra kök 8 çıxılsın 2 kök 2. Biz bildiyimizə görə kök 8 bərabərdir. Bax, sadə vuruqları ayırsaq 2 2-dən dərəcə 2 olduğundan bir dənə 2 azad olunur. Kök 2. Deməli kök 8 2 kök 2 bərabərdir. Burada da belə bir ifadə var. Kök 8 çıxılsın 2 kök 2. Bərabərdir. Kök 8-i 2 kök 2 kimi göstərsək, çıxılsın 2 kök 2 bərabərdir 0. Bu rasional ədəddir. Kök 3-ün kvadratı bərabərdir. Kvadratla kök 7 qaldı 3. Bir də verir kök 2-nin kubu. Kök 2-nin kubu nə deməkdir? Kök 2-nin kubu deməkdir ki, kök 2 vurulsun kök 2 vurulsun kök 2 deməkdir. Bax, kök 2-ni kök 2-yə vuranda 2 olacaqdır 2 kök 2 və yaxud da ki kök 2-nin kubu 2-nin kubu bərabərdir. Kök 8 bayaq yazdığımız qayda ilə 2 kök 2 bərabərdir. Bu ədəd irrasional ədəddir. Düzgün cavabımız Y variantı. 62-ci sual ədədlərdən hansı irrasionaldır? Bayaq yazdığımız qaydanı tətbiq edirik. Burada S variantını götürürük ki irrasionaldır. Niyə? Kök 8 plus kök 2 bərabərdir. Kök 8-i bayaq tapdığımız qaydayla 2 kök 2 bərabər edirik. Plus kök 2, 2 kök 2-nin üzərinə kök 2 gəlsək verir bizə 3 kök 2. Düzgün cavabımız S variantı. 63-cü sual ədədlərdən hansı rasionaldır? B variantını götürək. Bayaq yazdığımız qaydanı tətbiq edirik. Digər variantlarda kök 3-ü kök 12'ye vursak bir köke salsak 3 vurulsun 12'ye bərabərdir 36. Oradan da çıxır 6. Və yaxud da ki 3 vurulsun 12'ni belə yazırıq. 3 vurulsun 12'ni belə yazırıq. 2 vurulsun 2 vurulsun 3 bərabərdir. 2 3'dən biri kökdən radikaldan çıxır. 2'dən 2'dən də biri çıxdı. Cavabımız verir bizə 6. Demək düzgün cavabımız B variantı. 64-cü sual. ABC ədədlərinin ədədi ortası 16-ya, D və Y ədədlərinin ədədi ortası 11-ə bərabərdir. Deməli, A plus B plus C bölünsün 3 bərabərdir 16. Çünki 3 ədəddir. Daha sonra D plus Y bu iki ədədin ədədi ortası 2'ye bölüblər 11'ə bərabərdir. ABCD'yi ədədlərin ədədi ortasını tapın. Bu ifadədən A plus B plus C bərabərdir 16'nın 3'ə vuranda 48. D plus Y bərabərdir 11'i 2'ye vuranda 22. Toplasaq hamısını verir A plus B plus C plus D plus Y bərabərdir 22 48 verir bizə 70. Burada 5 ədəd var deyə ədədi ortanı tapmaq üçün 5'ə bölürəm. O da bərabərdir 14'ə. Düzgün cevabımız Y variantı. 65-ci sual. ABC ədədlərinin ədədi ortası A plus B bölünsün 2 bərabərdir 8'ə. C, D, bir də Y. Ədədlərinin ədədi ortası da 28'ə bərabərdir. Bölü 3 bərabərdir 28. ABCD, Y ədədlərinin ədədi ortasını tapın. A plus B plus C plus D plus Y bölünsün 5 bərabərdir. Bunu hesablamalıyıq. A plus B buradan bərabərdir 16'ya. C plus C plus D, C plus D plus Y də bərabərdir 28'i 3'ə vuranda verir bizə 84. Topluyub 5'ə bölməliyik. 16 ilə 84 100, 100'ü 5'ə böləndə 20. Düzgün cavabımız 20. A variantı. 66-cı sual. 37,3 vurulsun 10 üstü mənfi 4 ədədini standart şəkildə göstərin. 37,3'ü mən göstərə bilərəm. Bax, 3 tam %73 vurulsun 10 kimi. Çünki bax bu vergülü bir vahid olacaqdım. Vurulsun
10 üstü mənfi 4 bərabərdir. 3 tam %73 vurulsun. 10 üstü. Onun qüvvətində 1 var. Əsaslar birliyi toplayırıq. Verir bizə mənfi 3. 3 tam %73 vurulsun. 10 üstü mənfi 3. Düzgün cavabımız Y variantı. 67-ci sual. Kök 5 çıxılsın 2,5 modulda plus kök 5 minus 2 ifadəsinin qiymətini tapın. Demək, kök 5 ilə 2,5-i müqayisə edək. Sağız hər ikisini kvadrata yüksəltsək, kök 5-in kvadratı 5, 2,5-in kvadratı verir bizə 6,25. Demək, moduldan mənfi çıxmadığına görə, yəni modul məsafəni ifadə etdiyi üçün bu ifadədən müsbət qiymət almalıyıq. Deməli, mən bu ifadədə yerini dəyişib çıxardacağım. 2,5 çıxılsın kök 5. Digərinə baxaq. Kök 5 ilə 2-ni müqayisə edək. Kök 5 ilə 2-ni müqayisə edək. Hər ikisini kvadrata yüksəltsəm, kök 5-in kvadratı 5, 2-nin kvadratı 4. Kök 5 2-dən böyük olacaqdır. Və yaxud da ki, bilirik ki, kök 5 2 tam nə qədərdir? 2 də bilirsiniz də 2-dir. Burada da 2 tam nə qədər? 2-dən böyük olacaqdır. Deməli, bu ifadəni moduldan çıxardanda olduğu kimi çıxardacağım. Kök 5 minus 2 kimi. Kök 5 mənfi kök 5 müsbət getdi. 2,5-dən də 2 çıxanda verir bizə 0,5. Düzgün cavabımız D variantı. 68-ci sual. N bərabərdir A plus B, N bərabərdir B plus C, K bərabərdir A plus C ədədlərinin ədədi ortası 100 olarsa, ABC ədədlərinin ədədi ortasını tapın. Bu üç ədədin ədədi ortası N plus K bölünsün 3 bərabərdir 100. MNK-nın yerini qiymətlərini yazsaq, toplasaq burada olur 2A plus 2B plus 2C. 2-ni ortaq çıxartsaq, A plus B plus C bərabərdir 300-ə. 100-ü 3-ə vurduq, 300. A plus B plus C bərabərdir 300-ü bölürəm 2-yə verir bizə 150. Bizdən ABC ədədlərinin ədədi ortasını istəyir. Bu üç ədədin ədədi ortasını tapmaq üçün A plus B plus C bölünsün 3. Bərabərdir 150 böl 3, o da verir bizə 50. Düzgün cavabımız D variantı. 69-cu sual. 6 minus kök 5 plus 1 minus kök 5 bərabərdir. 6 minus kök 5 olduğu kimi çıxardıram. Çünki 6 kök 5-dən böyükdür. İkinci ifadədə isə mən yerini dəyişib çıxardacağım. Çünki modul məsafəni ifadə edir. Plus kök 5 minus 1 kimi çıxardıram. Kök 5 mənfi kök 5 müsbət getdi. 6-dan da 5 çıxanda 5. Düzgün cavabımız 5. C variantı. 70-ci sual. Yarışın 11 iştirakçısından 2 nəfər 50 xal. 4 nəfər 80 xal. 5 nəfər isə 100 xal toplamışdır. Burada ədədləri artan sırayla düzsək, moda 100'dür. Median 80'ə bərabərdir. Niyə? Artan sırayla düzsək, 11 sadə ədəddir. 5 ədədi sağdan ayırsaq, 5 ədədi soldan ayırsaq, ortada qalan ədədi götürürük 80. Ədədi ortada toplasaq bunların hamısını verir bizə 920. 920'ni də 11'ə bölsək, ədədlərin sayı 920'ni 11'ə bölsək 8 dəfə düşür 88. 40'ın içində də 11 3 dəfə. Təqribən verir 83 tam nə qədər? Buradan alırıq ki, ən böyüyü olacaqdır moda. Ortancıl olacaq ədəd orta, ən kiçik olacaq median. Deməli, median ədəd orta, media, moda düzgün cavabımız Y variantı.
71-ci sual 2 tam 4'te 3 plus 0 tam 10'da 5 beraberdir. Ədədin tam hissəsini tapın. 2 tam 4'te 3'ü mən göstərsəm 2 tam %75 plus 0 tam 10'da 5 cəm verəcək bizə 3 tam %25. Ədədin tam hissəsi 3, kəsir hissəsi 0 tam %25. Tam hissəsi 3 ise var. 72-ci sual 4 çıxılsın kök 17 plus 5 çıxılsın kök 17 beraberdir. Bayaq yazdığımız kimi 4 kök 17'den kiçikdir. Bax 4 ilə kök 17'ni müqayisə edək. 4'ün kvadratı kök 17'nin kvadratı. 4'ün kvadratı 16, kök 17'nin kvadratı 17. Bu ifadə bu digər ifadədən kiçikdir. Mən bunu çölə çıxardanda 17 çıxılsın 4 kimi çıxardacağım. 5 kök 17'den böyükdür. 5 minus kök 17'ni də bu şəkildə yazıram. İstihlarımızı aparsaq, düzgün cavabımız 1'e beraberdir. Düzgün cavab D variantı. 73-cü sual 3 minus kök 10 minus 3. Bayaqki qaydanı tətbiq edək. 3 kök 10'dan kiçikdir. Moduldan çıxardanda kök 10 minus 3. Digər ifadəni isə olduğu kimi çıxardıram. Çünki kök 10 3'dən böyükdür. Olur belə 2 kök 10 çıxılsın 6. Düzgün cevabımız Y variantı. Kök 3 plus kök 12 beraberdir. Kök 3 beraberdir. Kök 3'ü olduğu kimi saxladıq. Kök 12 nədir? Kök 12 2, 2, 3 kimi göstərdim. 2, 2'den biri çıxır çölə. Qalır 2 kök 3. 2 kök 3 beraberdir. 1 kök 3 plus 2 kök 3 verir bize 3 kök 3. Bu ədədimiz irrasional ədəddir. Bizdən də irrasional olmasını istəyir. Y variantı. 75-ci sual. A beraberdir 2 tam 4'te 1 plus 0 tam 10'da 5 ədədinin kəsir hissəsini tap. 2 tam %25 plus 0 tam 10'da 5 o da verir 2 tam %75. Ədədin kəsir hissəsi 0 tam %75'e beraberdir. O da 4'te 3'e beraberdir. Düzgün cevabımız C variantı. 76-cı sual. Kök 11 çıxılsın 3 tam 10'da 5. Bir de kök 11 çıxılsın 3 ifadəsinin qiymətini tapın. Beraberdir. Birinci ifadəni baxıram. Kök 11'in kvadratı bir de 3 tam 10'da 5'in kvadratı. Kök 11 kvadrata yüksəlsək verir bizə 12 tam %25. Digər verir bizə 11. Deməli 3 tam 10'da 5 11'den böyükdür. Mən bunu modulda belə çıxardacağam. 3 kök 10'da 5 3 10'da 5 çıxılsın kök 11. Plus kök 11 3'ten böyükdür. Kök 11'in kvadratı 11, 3'ün kvadratı 9. Kök 11 3'ten böyükdür deyə bunu olduğu kimi çıxardıram. Kök 11 minus 3. Kök 11'e islah getdi. Qaldı 0 tam 10'da 5. Düzgün cevabımız D variantı. 77-ci sual ədədlərdən hansı rasionaldır? B variantını götürürəm. Çünki kök 27 kök 3 beraberdir. Bir köke salsaq 27 bölü 3 beraberdir kök 9. Oradan da azad olunur 3. Düzgün cevabımız B variantı. 78-ci sual. X beraberdir mənfi 54 tam 10'da 1, Y beraberdir mənfi 70 tam %62. İfadəsinin qiymətini tapın. 12 vurulsun modul X çıxılsın 14 vurulsun Y beraberdir. 12 vurulsun X'in yerine 54 tam 10'da 1 yazsam, çıxılsın 14 vurulsun Y-in yerine 7 tam %62 yazsam, modulda D mənfiləri 542 tam %52. Düzgün cevabımız Y variantı. 79-cu sual. Qarşılıqlı tərz ədədlər cütünü göstərin. 2 tam dövrdə 1, 0 tam 10'da 9. Qarşılıqlı tərz ədədlərin hasili 1'e beraber olmalı. Gəlin bunlar ifadəni hesablayaq. 2 tam 9'da 1 vurulsun 0 tam 10'da 9. Belə yazaq da 10'da 9 beraberdir. 9'da 19 vurulsun 10'da 9. İxtisarlarımızı aparsaq verir bizə 1 10'da 9. Bu qarşılıqlı tərz ədəd deyil. Keçək ikinci ifadəyə.
2 tam onda 6 vurulsun 1 tam 13'te 5 bərabərdir. 2 tam onda 6'nın 10'da 26 vurulsun 13'te 18. Bu da hasili 1 vermiş. Daha sonra 0 tam onda 3 ve 3 tam dövrdə 3. 10'da 3 vurulsun 3 tam dövrdə 3'ü 3 tam 3'də 1 kimi 9'da 3 kimi göstərsək 10'da 3 vurulsun 3'də 3 tam 3'də 1 də 3'də 10. İxtisarlarımızı aparsaq 1'ə bərabərdir. Deməli C variantı 80-ci sual. Obyekt təmədədlər B kiçikdir, A kiçikdir, mənfi 11 olarsa A plus B cəminin ən böyük qiymətini hesablayın. A plus B cəminin deməli ən böyük qiymətini deyirsə A mənfi 12'dir, B də mənfi 13'dür. Bunların cəmi də mənfi 25 verəcəkdir. Düzgün cavabımız D variantı. Çünki A 81-ci sual. 4 uşağın cəmi 50 yaşı var. 3 il bundan əvvəl onların cəmi neçə olubdur? 4 uşaqdır. Birinci uşaq, A uşağı, B uşağı, C uşağı. Yaşlar cəmi 50'dir. 3 il bundan əvvəl A minus 3, B minus 3, C minus 3. Bərabərdir 50'dən çıxırıq 9'a. Bu da bərabərdir 41. Düzgün cevabımız 41. 82-ci sual. M ədədinin tərtibi 18'e bərabərdir. M vurulsun 10 üstü mənfi 5. M ədədinin tərtibi 18'e bərabərdir. Yəni M ədədi hər hansı bir A vurulsun 10 üstü 18'e bərabərdir. A vurulsun 10 üstü 18 vurulsun 10 üstü mənfi 5 bərabərdir. A vurulsun 10 üstü 18'dən də 5 çıxanda 13. Tərtibini tapın. Tərtibimiz onun qüvvətidir. 83-cü sual. A bərabərdir 3 tam onda 2 vurulsun 10 üstü 9. B bərabərdir 5 vurulsun 10 üstü mənfi 7. Ədədin hasilinin tərtibini tap. A vurulsun B-ni tapsaq 3 onda 2 vurulsun 5 vurulsun 10 üstü 9 vurulsun 10 üstü mənfi 7. 3 tam onda 2'ni A vurulsun B bərabərdir. Verir bize 16 vurulsun 10 üstü 2. O da bərabərdir. 16 da bərabərdir. 1 tam onda 6 vurulsun 10 vurulsun 10 üstü 2. Bərabərdir 1 tam onda 6 1 tam onda 6 vurulsun 10 üstü 3. Hasilinin tərtibini tapın. Hasilinin tərtibi 3'e bərabərdir. Düzgün cavabımız 3. 84-cü sual. M ədədinin standart şəklində yazılışında, yəni A vurulsun 10 üstü tərtib 7'ye bərabərdir. 0 tam 1000'də 1 M ədədinin tərtibini tapın. Deməli, olur belə 0 tam 1000'də 1 vurulsun M-in yerinə A vurulsun 10 üstü 7 yazsam. A vurulsun 1000'də 1'i 10 üstü mənfi 3 yazaq vurulsun 10 üstü 7 bərabərdir. A vurulsun 10 üstü 4. Ədədin tərtibi isə 4'ə bərabərdir. 85-ci sual. 11 kiçikdir. Modul x kiçikdir 18. Bərabərsizliyin neçə tam həlli var? X'in yerinə bir dəfə özünü götürsək 11 ilə 18'in arasında var 12, 13, 14, 15, 16, bir də 17. X'in yerinə bu ədədlərin mənfisini də yaza bilərəm. Müsbət, mənfi, müsbət, mənfi, müsbət, mənfi. Müsbət mənfi 14, müsbət mənfi 15, müsbət mənfi 16, müsbət mənfi 17. Ədədlərin sayına baxsaq 6 saydadır. 6'ını da 2'yə vursaq 12'yə bərabərdir. 86-cı sual. Mənfi 2 modulda vurulsun mənfi 3 plus mənfi 1 üstü 7 vurulsun mənfi 2 çıxılsın 2 ifadəsinin qiymətini tapın. Modulda 2'dən 2 çıxır, modulda 3'dən 3 çıxır. Mənfi 1 üstü 7 mənfi 1 verir.
Modulda -2-dən 2, 2-dən də 2 çıxanda 0 bərabərdir. Verir bizə 6. Düzgün cavabımız 6. 87-ci sual. 1 kiçikdir x, o da kiçikdir 4 olarsa modul x plus x minus 1 plus 2 vurulsun x minus 4 ifadəsinin qiymətini tapın. X 1 ilə 4 arasında müsbət ədəddə olduğu kimi çıxartdım. X 1 ilə 4 arasında olduğu kimi çıxardıram. Plus 2 vurulsun x 4. Bax 1 ilə 4 arasında olduğu kimi, bax bu ifadəni mən tərsinə çıxardacağım. 4 minus x kimi çıxardacağım. Mötərizə xaricinə. Bərabərdir. X plus x minus 2 plus 8 çıxılsın 2x bərabərdir. X-lərimizi ixtisar apardıq. Bərabərdir 6-ya. Düzgün